Asan TV vasitəsilə hər kəsi salamlayıram. Mən Ağayev Əhəd Mehdoğlu. Mənim 9 yaşım var. Ağdam rayon Cülaklı Uşaq Musiqi Məktəbinin tələbəsiyim. Bu günə kimi bir çox tədbirlərdə iştirak etmişəm. Lakin bu dəfəki tədbir çox fərqli idi. Cənab Prezidentimiz İlham Əliyev Ağdamda açılan muğam mərkəzini iştirak edərkən incəsənət xadimləri ilə böyük bir səhnəni bölüşmək mənim üçün böyük bir şərəf idi. Cənab Prezidentimiz bizim ifamızı bəyəndiyi üçün və bizə səmimi davranması bizi çox sevindirdi. İnşallah gələcəkdə tanınmış xanəndələrdən biri olmaq istəyirəm. Arzum budur ki, muğamımızı dünyaya tanıdım. Üzərimizdə əziyyəti olan ixtisas müəlliməm Humay Məmmədovaya, qrupunda oxuduğum qrup rəhbərimiz Havil Məmmədova və məni bu tədbirə və muğam müsabiqəsinə hazırlaşdıran Tahir Bayramova dərin təşəkkürlərimi bildirirəm.